Gördüğünüz bu yer həqiqi Məkkə şəhəri olan Yordaniyanın Petra şəhərindən təxminən 85 kilometr cənubda yerləşən Vadi Rum məntəqəsi, yəni orijinal Taif şəhəridir. Taif şəhərinin hekayəsi çox genişdir. Belə ki, Rəsulullah əleyhissalam Məkkəli müşriklərin şərrindən qorunmaq üçün, özünə dəstəkçi tapmaq və İslamiyyəti yaymaq üçün məhz bu şəhərə gəlmişdi. Dini mətnlərdə qeyd olunub ki, Taifdə İslamiyyətdən əvvəl Lat bütünün məbədi olub. Hansı ki, Yordaniyadakı orijinal Taif şəhərində tərk edilmiş bu şəhərin düz mərkəzində Lat bütünün məbədinin qalıntılarını görə bilərsiniz. Eyni zamanda Taif sözünün mənalarından biri də əhatələnmiş deməkdir. Yordaniyanın Vadi Rum məntəqəsindəki həqiqi Taif şəhəri də saxta Taifdən fərqli olaraq üç tərəfdən dağlarla əhatələnib və şəhərə giriş tərəfdən isə vaxtilə şəhər divarı ilə əhatələnmişdi və bu məsələni sübut edəcək arxeoloji qalıntılar da dövrümüzdə mövcuddur. Taif şəhəri haqqında daha geniş məlumatlar əldə etmək üçün səhifəmizdəki Orijinal Taif şəhəri adlı sənədli filmimizə baxa bilərsiniz.